Ya Allah, salam olsun bizi izleyen değerli daimi izləyicilərimizə. Bu gördüyünüz yaşıl cümbəz ev Həzrət Əli əleyhissalamın Kufədə yaşadığı evidir. Həzrət Əli əleyhissalam sübh namazında Ramazan ayının 19-cu gecəsi bu yerdən çıxır, hərəkət eləyir, üzü Kufə məscidinə, Kufə sarayına. Kufə sarayı buradadır. Kufə məscidinə görürsünüz cümbəzi. Hərəkət eləyir o yerə sübh namazını qılmaq üçün. Və sübh namazının ikinci rükətinin ikinci səzdəsində İbn-i Mülcəm tərəfindən başından qılınc alınır. Hal-hazırda daxil olmuşuq Əli əleyhissalamın Kufədə yaşadığı evə və qabaqda gördüyünüz hissədə, bu zərifdə Həzrəti İmam Əli əleyhissalamın dünyasını dəyişdiyi yer, yəni can verdiyi yer və həmçinin İmam Həsən, İmam Hüseyn əleyhissalam Əli əleyhissalama burada qüsul kəfən verdiyi yer. İmam Həsənin, İmam Hüseynin, xanım Zeynəbin, Ümmü Gülsümün qaldığı otaqlardır. Allah arzusunda olanlara, həsrətini çəkənlərə nəsib eləsin ki, bizlərlə ziyarətlərə gələsiniz. Və həmçinin Əli əleyhissalamın bu yerdə öz əli ilə qazdığı su quyusu var. Ki, su quyusunu da görürsünüz ki, indi də buradan su çıxır və krantlara çəkiblər. Allah qəbul eləsin, Allah cəmi həsrətini çəkənlərə bizlərlə ziyarətlərə gəlməyi nəsib eləsin.